Salam dostlar, bu gün mətnlərlə bağlı danışmaq istəyirəm. Bilirsiniz ki, artıq mətnlər də ən az qrammatika qədər imtahanlarda əhəmiyyət kəsb edir. Yəni buraxılış imtahanlarında 75 bal mətnlərdən gəlir. Ona görə də mətn suallarını rahat işləmək üçün bəzi məqamlar var ki, ona diqqət etmək lazımdır. Məsələn, mətnləri işləməyə başlamadan əvvəl ilk öncə suallara baxmaq lazımdır. Çünki suallara baxdıqda siz hansı istiqamətə yönələcəyinizi artıq bilirsiniz. Yəni bir qədər məlumatlı olursunuz mətnlə bağlı. Daha sonra mətni oxuyuruq, amma mətni oxuyarkən də ardıcıllığa diqqət edirik. Məsələn, bəzən abzasların yerini dəyişik verirlər, bəzən cümlələrin yerini dəyişik verirlər. Ona görə də ardıcıllığa diqqət yetirin. Daha sonra, deməli, fərqləndirilmiş sözlər olacaq ki, onların da mütləq ya altından xətt çəkirik, ya da qeyd götürürük kənara. Məsələn, kursivlə verilmiş, üzərinə rəqəm qoyulmuş, ya da ki, məsələn, qara şrift verilmiş sözlərdən söhbət gedir. Deməli, bunlarla da bağlı mütləq ki, sual gələcək. Fərqləndirilmiş sözlər əsasən bir neçə yolla, verilir, yəni bununla bağlı sual olur. Məsələn, biri budur ki, verilən söz ümumiyyətlə cümlə ilə səsləşmir. Məsələn, uyğunsuzluq təşkil edir. Məsələn, bizə bir cümlə verir, deyir ki, hava o qədər dumanlıdır ki, uzaqdan, yol asanlıqla seçilir. Görürsüz, burada asanlıqla sözünün altından xətt çəkilir və, eee, əgər yol asanlıqla seçilirsə, demək ki, hava dumanlı olmamalıdır da, düzdür? Burada çətinliklə seçilməlidir o. Ona görə də burada uyğunsuzluq yaranır. Yaxud da bizə məcazi mənalı bir söz verir, deyir ki, bunu əks istifadə edin, yəni həqiqi mənada istifadə edin. Ya da ki, tam tərsi, həqiqi mənalı bir sözü məcazi mənada istifadə etməyimizi istəyir. Məsələn, cümlə içində, məsələn, belə bir söz verir, deyir ki, nəvəsinə də öz adını vermişdi. Burada vermişdi sözünün altından xətt çəkilib. Adını vermək bilirik ki, məcazi mənadadır. İndi bunu bizdən həqiqi mənada istifadə etməyimizi istəyir. Deyirik ki, bütün kitabları yığıb qardaşına verdi. Yaxud da məsələ deyir ki, evə gəldiyi üçün çox xoşbəxt idi. Gəldiyi sözünün altından xətt çəkilir. Deyir ki, burada evə gəlmək həqiqi mənada istifadə olunur. İndi biz bunu məcazi mənada istifadə edirik. Məsələn, belə bir cümlə qura bilərik ki, hələ də özünə gələ bilməmişdi. Görürsüz, burada da məcazi mənada istifadə etdim. Mətnlə bağlı bir digər önəmli məqam da odur ki, deməli, mətnin məzmunu ilə, uyğun olmayan cümlə. Ümumiyyətlə deyək ki, mətnimiz məsələn bədii üslubdadır. Mətnin içində elə bir cümlə verib ki, məsələn həmin cümlə elmi üslubdadır. Yəni mətnin ümumi məzmununa uyğun gəlmir və bizdən tələb olunur ki, o cümləni tapaq. Məsələn, Dimin son buraxılış kitabında, test kitabında belə bir məsələn mətn var. Oradan bir bölümü oxumaq istəyirəm. Deyir ki, 3-cü gün biçincilər saz bulağına töküldülər. Onlar söyüd kölgəsində nahar eləməyə gəlmişdilər. Birazdan süfrəni yığdılar, əllərini başlarının altına çarpazlayıb uzandılar. Rəhmət içində olasan, ayağa çəkən kişi. Kök sistemi yaxşı inkişaf etdiyindən kökü torpağın dərinliyinə gedən ağacların olmağı vacib amillərdən biridir. Var olsun bunu əkən əllər. Görürsüz, burada verilən o cümlə bizim mətnimizdən uyğun gəlmədi. O cümlə bizə elmi üslubda verilib, amma ümumi mətnimiz isə bədii üslubdadır. Məncə belə balaca nüanslara diqqət etsək, mətnləri daha səhvsiz və asanlıqla yaza bilərik.